إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. Ama ba'd. Əziz değerli kardeşler, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, öz kəlamında, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və devam edirik fiqh kitabının tədrisinə, səhih fiqh sünnə dəlilləri ilə, məzhəb alimlərinin açıqlaması ilə və necə bilirsiniz, təharət kitabındayıq və keçən dərs xoflarla bağlı mövzulara yekun vurduq. Xoflara məhz etmək haqda şərtləri nədir, müddəti nədir, hamısına toxunduq. Və müəllif bugün yenə məhz haqda ikinci mövzuya toxunur. O da əl-məs'u aləl-cəvrabeyn və nə'leyn. Corablara və ayaqqabıya məhz etmək haqda. Corablara və ayaqqabıya məhz etmək haqda. Birinci corablara toxunur. Deyir ki, əl-məs'u aləl-cəvrabeyn. Hər iki coraba, yəni ayaqda məhz etmək. Və corab da necə bilirsiniz, insan ayaqlarına geyindiydi, yəni qədəmlərinə geyindiydi və fərq eləmir. Yundan olsun və ya parçatan olsun və ya kətandan olsun və ya hər hansı bir növdən olsun, parça növündən olsun. Və tanınır corab kimi, bilinir corab kimi. Və alimlərin corablara məhz etmək haqda 3 rəyi var. 3 rəyi var. Ən birinci rəy, deyiblər ki, məhz etmək corablara icazəli deyil. Yalnız əgər corabın üzərindən ayaqqabı, dəridən olan ayaqqabı geyinilərsə. Deyiblər ki, coraba məhz etmək icazəli deyil. Yalnız corabın üzərinə dəridən ayaqqabı geyinilərsə. Bu da İmam Əbu Hənifənin məzhəbidir, sonra qayıdıb ondan. Eləcə də İmam Məlikin, Şəfiinin, həmsinin bəzi alimlər hansı ki bu rəydədir. Onlara görə əgər gəziləndə və ya geyinilən xof və ya corab onda gəzmək olursa, gəziləndə cırılmırsa, onda icazəlidir məhz etmək. Ona görə deyiblər ki, corab xof deyil. Corab xof deyil, yəni xof kimi deyil, dəridən deyil. Ona görə də onun hökmünü götürmür. Və həmçinin deyiblər ki, corab haqda heç bir hədis sabit deyil. Onlara görə corablara məhz etmək haqda heç bir hədis sabit deyil. Və ikinci rəy sahibləri deyiblər ki, coraba məhz etmək olar. Lakin bir şərtlə ki, qalın olsun. Bir şərtlə ki, qalın olsun və dəstəmazda hara əmr olunub yumaq, o yeri örtsün. Yəni, fərz olan, ayaqda olan, fərz olan yer hansı ki yuyulmalıdır, o yeri örtməlidir. Bu da bəzi alimlərin məzhəbidir. Həsən el-Basrinin, İbn Musayyibin, eləcə də İmam Əhmədin, bəzi Həmbəli, Hənəfi, Şafi fəqihlərin dediyi rəydir və dəlilləri gələcək. Və üçüncü rəy də odur ki, coraba məhz etmək olar mütləq olaraq. Fərq eləmir, qalın olsun və ya nazik olsun. Qalın olsun və ya xəfif olsun. Deyiblər ki, coraba məhz etmək olar, hətta nəzik olsa belə. Və bu da İbn Həzmin, eləcə də Şeyx İslam İbn Teymiyyənin, Şeyx Hüseyminin, Əlləmə Muhammed Əmin Şinqeytinin rəyidir, həmçinin Şeyx Albaninin. Və doğru olan rəy də budur. Və ikinci və üçüncü rəy sahiblərinin dəlillərinə baxsaq, coraba məhz etməyə icazə verənlərin dəlilləri əsasən bir neçə hədisdir. Ən birincisi Muğirə ibn Şüəbənin hədisidir. Deyir ki, Muğirə ibn Şüəbə, Peyğəmbər sallallahu aleyhi və səlləm dəstəmaz aldı. Və məsəhə aləl-cəvrabeyni və nə'leyn. Corablarına, hər iki corabına və ayaqqabısına məhz etdi. Və hədis də səhihdir. Şeyx Albani səhihləşdirib, İmam Əbu Davud rəvayət edib, həmçinin İmam Tirmizi nəql edib öz sünnəsində, eləcə də İmam Əhməd nəql edib bu hədisi.
Və hədis də sabitdir. İkinci hədis Əzraq ibn Qeysin hədisidir, radiyallahu anhum. Rahiməhullahın. Deyir ki, gördüm Ənəs ibn Məlik dəstəmazı pozulandan sonra üzünü yudu. Yəni dəstəmaz aldı, üzünü yudu, əllərini yudu və corabların, yundan olan corabların üzərinə məs etdi. Yundan olan corabların üzərinə məs etdi. Dedim ki, ətəmsəhu əleyhimə. Sən bunların üzərinə məs edirsən. İnnəhumə, dedi ki, qalə innəhumə xovfən və ləkin minəs-suf. Dedi ki, bu da xofdur. Lakin yundandır. Lakin yundandır. Göstərir ki, Ənəs ibn Məlik bu sözü ilə etiraf edir ki, xof ümumi anlayışdır. Və fərq etmir, dəridən olsun və ya yundan olsun. Və deyiblər ki, alimlər, Ənəs radiyallahu anhu dil bilən səhabədir. Yəni, dillə, ərəb dili ilə məşğul olan səhabədir. Yəni, ərəb dili zəngindir. Elmi var o haqda. Ona görə xof anlayışı ona görə fərq eləmir. Həm dəridir. Yəni, əri demək istəyir ki, ərəb dilində həm dəridəndir, həm də yundandır. Və ya ayağa geyinilən nədirsə odur. Və həmçinin üçüncü dəlil odur ki, 11-ə yaxın səhabədən varid olub corablara məs etmək haqda. 11-ə yaxın səhabədən varid olub ki, onlar corablarına məs edib. Onlardan Ömər ibn Xattab radiyallahu anhu, həmçinin oğlu Abdullah ibn Ömər, eləcə də Abdullah ibn Məsud, Ənəs ibn Məlik, özü və başqaları. Və onların zamanında da onlara bunda müxalif olan olmayıb. Ona görə bəzi alimlər deyib ki, bu icmadır. Bu icmadır səhabələrin. Sonra cümhur alimlər qadağan edib. Deyiblər ki, nəzik coraba məs etmək olmaz. Necə ikinci rəydə zikr elədik onu. Ne üçün? Deyiblər ki, çünki fərz olan əzaların üzərini tam örtmür. Yəni, ayaqları yumaq üçün, nəyə Allah Teala fərz edib ayaqlarda yumağı, o əzaların üzərini tam örtmür. Və bundan əvvəlki dərslərdə də xoflar haqqında danışanda dedik ki, bu şərt düzgün şərt deyil. Düzgün şərt deyil. Çünki cırıq xoflar haqqında danışanda söylədik ki, dəlillər onun əksini sübut edir. Çünki gəlmişdi ki, səhabələrin əsrində yaşayan səhabələr hansı ki, xof giyirdilər, onlar heç də hamısı varlı deyil. Əksinə kasıblar da var idi, ehtiyac da var idi və şək yoxdur ki, cırıq xoflar da var idi. Eləcə də həmin zamanda yaşayanlar xofdan başqa parçalar da giyirdilər. Keçən dərsdə toxunduq ki, var əsərlər hansı ki, ona dəlalət edir. Ona görə Sufyan Əth-Thəvri rahiməhullahdan soruşulur, cırıq xoflara və ya corablara məs etmək haqqda deyir ki, imsəh əleyhimə, məs et onlara, məs et onlara. Nə qədər ki, ayağında qalır o corab. Yəni, nə qədər ki, ayağında qala bilir, sürüşüb düşmür, yəni ayağa geyinilə bilir, deyir ki, məs et. Sonra deyir ki, məgər mühacir və ənsarların corabları yalnız parçalar, yəni əslində dəqiq tərcüməsi odur, yırtıq parçalar, parça-parça olmuş əskilər və eləcə də yamaqlı corablar, xoflar deyildi. Bu dəlildir ki, hətta xəfif olsa da corab, incə olsa da ona məs etmək icazəlidir. Ona görə də deyirlər ki, alimlər xüsusən də hal-hazırda corabların çox xəfifdir. Nadir halda kimsə qalın corab giyər və ya soyuq olan yerdə olanlar qalın corab giyər. Ona görə çox insanlar xəfif corab giyir. Ona görə bu şərt ki, qalın olsun, əslində şəriətin gətirdiyi məqsədə də ziddir. Çünki şəriət gəlib asanlaşdırmağa, gəlməyib çətinləşdirməyə. Əslində gəlib dar olanı genişləndirsin. Gəlməyib geniş olanı dar çərçivəyə salsın və insanları elə bir hala salsınlar ki, çətinlik çəksinlər. Yox. Faydalar zikr edib müəllif corablara məs etmək haqda və corabın mənası və deyib ki, ən birincisi, corabın
Corab dedikdə ora həmçinin üzür səbəbindən, yəni xəstəlik səbəbindən, hansı bir üzür səbəbindən ayağa bağlanan sarğılar da buna daxildir. Ayağa bağlanan sarğılar da buna daxildir. Hansı ki, açılması çətinlikdir insan üçün və ya açmaq olmaz. Şeyx İslam İbn Teymiyyə deyir ki, onların üzərinə məhz eləyir. Onların üzərinə məhz eləyir və bəzi alimlər deyirlər ki, ehtiyac görmür məhz etməyə hətta. Məsəl üçün, qolda gips varsa və ya nəsə sarğı varsa, dəstəmaz alanda o əzanı, məsələn, Şeyx Hüseymin deyir ki, yumursan. Yox kimi müamilə edirsən o əzanın. Və bəzi alimlər deyir ki, o sarğıların da üzərinə məhz edirsən. Qaldı ki, corabların hökmü və corablarla bağlı olan əhkamlar, xoflarla bağlı olan əhkamlar nə idisə, hamısı corablara aiddir. Müddət cəhətdən, səfərdə olan üçün, daimi məskunlaşdığı yerdə qalan üçün, hökm olaraq necə məhz etmək zikr elədiyi, necə məhz edilir, hamısı corablara da aiddir. Ona görə də insan corab giyinərsə, sonra corabın üzərindən başqa corab giyinərsə, müəllif buna da toxunub. Deyib ki, bunun bir neçə halı var. İnsan corab giyinib, dəstəmaz alandan sonra və ya ayağına corab giyinib, onun üzərindən başqa corab giyinərsə, bu halda necə olur? Ən birincisi, insan əgər dəstəmaz alıbsa və ayağına corab giyirsə, sonra dəstəmazı pozulduqdan sonra onun üzərinə məhz edir. Və əgər 2 corab giyinibsə dəstəmaz alandan sonra, alimlər deyirlər ki, rahatlıqla məhz eləsin onların üzərinə. Necə ki, İmam Əbu Hənifə bunu deyib, sonra qayıdıb düzdür rəyindən. Həmçinin İmam Məlik, eləcə də Məliklər, Həmbəlilər, Şafii köhnə rəyində bu rəydədir və sonuncu rəyində müxalifdir buna. Deyiblər ki, əgər 2 dənə corab giyibsə, üzərinə məhz edə bilər. Üstə olana məhz edə bilər. İkinci, insan əgər dəstəmaz alıbsa, sonra 2 corab giyibsə, sonra məhz edib o corabın üzərinə. Dəstəmaz alıb 2 corab giyib, dəstəmaz pozulanda məhz edib. Sonra üstü olanı məhsdən sonra çıxarıb. Altdakına məhz edə bilər, yoxsa yox. Deyiblər ki, nə qədər ki, müddəti var məhz etməyə, məhz edə bilər. Yəni, səfərdə olan 3 gün məhz edəcək. Daimi qaldığı yerdə olan 1 gün məhz edəcək. Çünki altdakını da təmiz olarkən giyinib. Baxmayaraq, ikisini bir yerdə giyinib. Və həmçinin deyiblər ki, əgər dəstəmaz alıbsa və sonra corab giyibsə, bir corab, dəstəmazı pozulmadan bir müddət sonra üzərinə yenə başqa corab giyib. Onun üzərinə deyiblər ki, məhz edə bilər. Nə qədər ki, dəstəmazı pozulmadan geyinib onu. Həmçinin deyiblər ki, insan bir corab giyib. Dəstəmaz alıb bir corab giyib. Sonra məhz edib onun üzərində. Sonra onun üzərinə corab giyibsə, bu halda necə? İnsan corab giyinib dəstəmazdan sonra dəstəmazı pozulub və dəstəmaz alıb məhz edib corabların üzərinə. Məhz edəndən sonra ayağına yenidən corab giyinibsə, o halda üstəki coraba məhz edə bilər, yoxsa yox? Deyiblər ki, alimlər məhz edə bilər. Çünki o da dəstəmazlı halda geyinilib deyə məhz etmək hökmünə düşür. Amma dəstəmazı pozulandan sonra giysəydi, məhz etməmişdən qabaq, onda üstəkinə məhz edə bilməzdi. Çıxarıb altdakına məhz etməli idi. Sonra müəllif deyir ki, ayaqqabılara məhz etmək. Ayaqqabılara məhz etmək. Nəlin əslində şəpitdir ərəb dilində. Yəni, ayaqqabı deyiriksə, onlara görə o ayaqqabıdır. Yəni, nədə gəzirdilərsə, ona nəl deyirdilər. Və gəlib Muğirə ibn Şöbənin hədisindən necə zikr elədi ki, Peyğəmbər s.ə.v dəstəmaz aldı, corablarına və ayaqqabılarına məhz etdi. Yəni, nəl deyilən o ayaqqabılarına məhz etdi. Bu hədisə baxsaq, görək ki, 2 şey, yəni bu rəyə, hansı ki, səhih rəydir, icazəlidir ayaqqabıya məhz etmək. Bu hədis 2 ehtimal görsənir ondan. Ən birincisi, ayaqqabıların, corabların üzərindən geyilməsi
və onlara məhz edilməsi, deyiblər ki, alimlər, hər ikisinin hökmü eynidir. Yəni, bir yerdə geyinibsə, hər ikisinin hökmü eynidir. Yəni, ikisinə bir yerdə məhz edilir. Necə ki, danışdıq corabın üzərindən corab geyinmək və ya xofun üzərindən xof geyinmək kimi. Hər ikisinin hökmü eyni sayılır. Yəni, icazəlidir. Və ikinci ehtimal odur ki, Muğira radiyallahu anhu, ola bilər ki, Peyğəmbər s.ə.v-i bir dəfə görüb corablara məhz edib və bir dəfə görüb ki, ayaqqablarına məhz edib. Bu da dəlildir ki, ayaqqablara məhz etmək icazəlidir, hətta corabsız olsa belə. Hətta corabsız olsa belə. Alimlər deyirlər ki, bu hədisdən başa düşülən ehtimallardan biri də budur. Lakin uzaq ehtimal olsa da, hər bir halda ayaqqablara məhz etməyə dəlildir. Ayaqqablara, hətta onda corab olmasa belə, məhz etməyə dəlildir. Ona görə gəlib Əbi Zibyan rahiməhullahın hədisində ki, Əli ibn Əbi Talib radiyallahu anhu dəstəmaz aldı və nəəllərin üzərinə, ayaqqablarının üzərinə məhz etdi. Sonra məscidə daxil oldu, ayaqqablarını çıxartdı və namaz qıldı. Ona görə deyirlər ki, alimlər, bu əsərdə də corab zikr olunmuyub. Yəni, sadəcə ayaqqabların üzərinə məhz edilir. Ona görə müəllif deyir ki, bu ehtimaldır ki, ayaqqablara məhz etməyin icazə olduğuna dəlalət edir. Və həmçinin işarə edir nəyə? İşarə edir ki, dəstəmaz alanda corabların ayaqları yumaq üçün fərz edilən əzaları örtməsi şərt yoxdur o şərt. Yəni, hətta corab topuqdan aşağı olsa, bu hədis göstərir ki, yəni, icazəlidir məhz etmək ona, bu əsər daha doğrusu. Çünki ayaqqabılar, hansı ki, onlar giyirdilər, o tam örtmürdü dəstəmaz əzalarının hamısını. Ona görə Şeyx Hüseymin Rahiməhullah zikr edib bunu. Corablara məhz etmək haqqında danışanda, corablar əgər topuqdan aşağı düşərsə, ona məhz etmək olar, yoxsa yox. Deyir ki, elə bir şərt yoxdur ki, topuqları bağlamalıdır corab. Amma insan ehtiyat üçün topuqları bağlı olan corablara məhz etsin. Amma kimsə məhz etsə, ona deyilmir ki, dəstəmazın batildir. Ona deyilmir ki, dəstəmazın sayılmır. Sonra müəllif məhz etmək haqqında üçüncü məsələyə toxunur. O da əl-məsu alə qita'ir ras. Başın örtüsünə məhz etmək. Yəni, başda olan, istər papaq olsun, qadınlarda hicab olsun, əmmamə olsun, ona məhz etməkdən danışır. Və bölüb onu da ayrıca hər birinə toxunur. Biz bugün ancaq əmmaməyə toxunacaq. Əl-məsu aləl-əmmamə fil-vudu. Dəstəmazda əmmamənin üzərindən məhz etmək. Əmmamə də bilirsiniz nədir? Yəni, o çalma kimi bağlanan başa örtü, hansı ki, başı bağlayırdılar o ilə. Deyiblər ki, alimlər, əmmamənin üzərindən məhz etmək icazəlidir. Başa məhz etməyin əvəzinə. Yəni, insan başına məhz etmir, məhsi əmmamənin üzərindən edir. Başa əmmamənin üzərindən edir. Dəstəmaz alanda. Və deyiblər ki, mütləq olaraq icazəlidir. Bu da İmam Əhmədin məzhəbidir, eləcə də İshaqın, Əbi Səurun, Əvzəinin, həmçinin İbn Həzmin, İbn Teymiyyənin, Rahiməhullahın, eləcə də Əbu Bakrin, Ömərin, Ənəsin və başqa səhabə radiyallahu anhum, onların rəyidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabitdir bu. Gəlib Amr ibn Umeyyə Əd-Damridən radiyallahu anhudan deyir ki, gördüm Peyğəmbər sallallahu aleyhi və səlləm məhz etdi xoflara və əmmaməsinə. Eynisi Muğira ibn Şöbə radiyallahu anhudan rəvayət edib. Həmçinin Bilaldan radiyallahu anhudan deyir ki, gördüm Peyğəmbər sallallahu aleyhi və səlləm məhz etdi xoflarına və başının örtüsünə, yəni nəsə atmışdı başına, örtü kimi, ximar deyirlər ərəb dilində ona, başı bağlamaq üçün, yəni əmmaməyə qəsd edir. Əmmamə və ya ona, Peyğəmbər sallallahu aleyhi və səlləm ona məhz etdi. Və bəzi alimlər də o rəydədirlər ki, təkcə əmmamənin üzərinə məhz edilmir. Məsələn, İmam Əbu Hənifə, eləcə də əshabı, İmam Məlik, İmam Şəfi deyirlər ki, əmmaməyə məhz edilir, amma təkcə yox. Ancaq əmmamənin üzərinə yox. Deyirlər, məhz edilir alnın bir hissəsi ilə bir yerdə. Yəni, alnına məhz edilir və sonra əmmamənin üzərinə məhz edir. Yəni, deyirlər ki, alnına məhz etməsi, yəni fərzdən nəyəsə məhz edir. Fərz olandan
Deyirlər ki, nəyəsə məhz edir və əmmamə də ona tabidir. Çünki onlara görə başın bir hissəsinə məhz etmək kifayətdir. Onlara görə başın bir hissəsinə məhz etmək vacibdir. Digəri sünnədir. Ona görə deyirlər ki, əmmamə ilə bir yerdə alnın bir hissəsinə məhz etsə kifayətdir. Lakin İmam Şəfii deyib ki, əgər hədis əmmaməyə məhz etmək haqda hədis sabitdirsə, o mənim sözümdür. İmam Şafii deyib ki, əgər əmmaməyə məhz etmək hədisi sabitdirsə, o mənim sözümdür. Və hədis də səhihdir, şək yoxdur bunda. Ona görə də İmam Şafiinin sözüdür o. Və qadağan edənlər əmmaməyə məhz etmək haqda, qadağa görənlər yalnız əmmaməyə məhz etmək haqda qadağanı deyənlər olan dəlili nədir? Cəbir ibn Əbdullah radiyallahu anhunun hədisidir. Deyirlər ki, deyir ki, Cəbir radiyallahu anhu, gördüm Peyğəmbər sallallahu aleyhi və səlləm əmmaməni başından çıxartdı və sonra alnına məhz etdi. Lakin bu rəvayətin isnadı yoxdur. Bu rəvayətin isnadı yoxdur. O deməkdir ki, bu hədis sabit deyil Peyğəmbər sallallahu aleyhi və səlləmdə. Sabit nədir? Muğiran hədisi. Hansı ki, onu da dəlil kimi gətirirlər bu alimlər. Deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məhz etdi əmmaməyə və alnına və xoflarına. Və hədis də səhihdir. Deyirlər ki, Muğira ibn Şöbədən gələn hədis buna dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əmmamə ilə bir yerdə məhz edib. Alnı ilə bir yerdə məhz edib əmmaməyə. Və racih odur ki, doğran odur ki, mütləq olaraq əmmaməyə məhz etmək, alnına məhz etmədən sabitdir Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Ona görə kimsə sadəcə əmmamənin üzərinə məhz etsə, bu doğrudur. Ne üçün? Huzeyfə radiyallahu anhu və ondan sonra gələn kim onun əməlini edibsə, hamısı bu rəydə olub. Bunlar belə ediblər, ancaq əmmaməyə məhz ediblər. Və həmçinin qadağan edənlərin dəlilinə baxsa görək ki, heç biri mötəbər deyil. Heç biri mötəbər deyil. Heç biri dəlalət etmir ki, yalnız alınla bir yerdə məhz etməlisən. Xeyr. Sadəcə insan, necə ki, alimlər buyurub, ehtiyat üçün əmmaməsinə məhz edəndə alnına da əlini sürtsə, ixtilafdan çıxmış olar. Allah daha doğru bilir. Sonra müəllif hicabın üzərinə məhz etməyə toxunacaq. Ona gələn dərsimizə saxlayırıq. Allah Teala bizə eşidib faydalanlardan etsin. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəyiril muslimin min kulli zən fəstəğfiruhu innəhu huvəl-ğafurrahim.